Salam, bugün biyologiya test otusu birinci hissə vegetativ orqanlar yazırıq. Birinci sualda yarpaqları torvari damarlanmış bitkiləri müəyyən edin. Torvari damarlanma iki ləpəlilərdə olur. Burada zambaq bir ləpəlidir, A variantı getdi. Buğda bir ləpəlidir, A variantı getdi. B variantı getdi. C-də çovdar. Və D ilə Y qaldı. D də bağa yarpağıdır. Bağa yarpağı bilirik ki, iki ləpəli olmasına baxmayaraq qövsvari damarlanmadır. Ona görə də bu da gedir, cavab Y. İkinci sual, yarpaqları paralel və ya qövsvari damarlanmış bitkiləri müəyyən edin. Burada paralel və ya qövsvari soruşduğu üçün bir ləpəliləri seçməliyik. Və baxırıq ki, bağa yarpağı da bilirik bir ləpəlilər kimidir. A variantında çıxacaq nəsə yoxdur. B variantında palıd, C-də palıd, armud. Sonra burada inci çiçəyi var, meşə gilası var. Gilasa görə elə çıxırıq. Ən birinci onu gördüm. Y-də də çələyə görə çıxsaq A variantı. Üçüncü sual, yarpaqları sadə olan bitki. Çələkdə bir içərdir. Sarı akasiya lələkvaridir və cüt lələkvaridir. Sarı akasiyada cüt lələkvari, ağ akasiyada isə tək lələkvaridir. Mən də bunu necə yadımda saxlayıram? Onu deyim. Sarı akasiya sarı iki hecadan ibarətdir. Onu belə cüt lələkvari. Ağ isə ağ bir hecadan ibarət olduğu üçün tək lələkvari. Elə yadımda saxlamışam şifrələyərək. Sonra burada it burnu var. İt burnu da qızılgülə çox bənzəyirdi və bilirik ki, tək lələkvar idi. Qızılgül, it burnu, ağ akasiya, qozda. Sonra at şabaldı. At şabaldında da bu barmaqvari at şabaldı, çətənə, acı paxla. Bunlar da barmaqvari idi. Qaldı A variantı, sadə yarpaq, qovaq. Zoğ adlandırmaq olar. Üzərində yarpaqlar və tumurcuq olan gövdəni. Gövdənin iki buğumu arasında sahə buğum arasıdır. B getdi. Əlavə kökləri ilə birlikdə begonia yarpağını. Yox, o da yarpaqdır. Noxudun bığcıqlarını. Noxud lərgədə bığcıqlar yarpağın şəkil dəyişməsi idi. Zilincin tikanları, bu da yarpağın şəkil dəyişməsidir. Ona görə də A qalır. Beşinci sual, gövdənin yarpaqla birləşən hissəsi adlanır. Gövdə yarpaqla birləşən yeri adlanırdı buğum. B variantı. Oduncaq və qabığın yeni hüceyrələrini əmələ gətirir. Oduncağın və qabığın arasında kambi yerləşirdi və kambi qatı yeni hüceyrələri əmələ gətirirdi. İllik halqaların əmələ gəlməsini təmin edir. İllik halqalar dedik ki, burada kambi hüceyrələri bölünür və bölündükdə, elə burada əvvəlki sualın davamı kimidir. Kambi hüceyrələri bölündükdə yaz və yayda fərqli rəngdə, payızda isə, yəni yaz və yayda açıq rənglə, payızda isə tünd rəngli olur. O da illik halqaları əmələ gətirir. Adətən yarpaqlarla çoxaldılır. Yarpaqlarla çoxaldılır. Bu, burada əgər yarpaqçiliyi üsulunu deyirsən, bilirik ki, begoniyadır. Burada üç bitkinin adı deyilmişdi. Yarpaqla çoxaldılan, yəni yarpaqçiliyi ilə hansıları idi? Uzanbar bənövşəsi, begonia və limon. Begoniyanın özü, sonra bir də limon. Bu üçü yarpaqçiliyi üsulu ilə çoxaldılırdı. 9-cu sual, gövdənin eninə böyüməsini təmin edən törəci toxuma gövdənin hansı hissəsində yerləşir? Kambi qatında yerləşir. Kambi də bilirik ki, hardadır? Oduncaq və qabıq arasındadır. Ümumiyyətlə, necə olurdu? Qabıqda olurdu. Qabıq qatı, yəni mantarı demək istəyirəm. Mantar qatı, sonra flaema, ondan sonra
Flaemadan sonra gəlirdi kambi, sonra oduncuq, sonra özək. 10-cu sual. Ələyə bənzər boruların yerinə yetirdikləri əsas funksiya. Ələyə bənzər borular üzvü maddələrin daşınmasıdır. B variantı. Oduncaq borularının yerinə yetirdikləri əsas funksiya. Oduncaq boruları su və mineral maddələrin ötürülməsi funksiyasını yerinə yetirir. 12-də kambi qatının hüceyrələri. A variantında qeyri-üzvü maddələrdən üzvü maddələr sintez edir. Xeyr. Kambi qatı hüceyrələri nə edirdi? Törədici toxuma idi burada. Oduncaq və qabağa yeni hüceyrələr verirdi. Yəni B variantı. Sonra yenə digər variantlara da baxsaq, C variantına gövdənin uzunluğuna bölməsi. Xeyr, gövdənin eninə bölməsi idi. Gövdənin uzunluğuna bölməsi təpə meri sistemi vasitəsilə gedirdi. Kökün uzunluğuna bölməsinə xidmət edir. Bu da köklə heç bir əlaqəsi yoxdur. Gövdədə ehtiyat qida maddələri toplayır. Bu da özəyə aiddir ki, gövdədə ehtiyat qida maddəsi toplayır. Sonra 13-cü sual. Yarpaqların topalı düzülüşü zamanı bir buğumda minimum neçə yarpaq yerləşir? Yarpaqların düzülüşündə bilirik ki, növbəli olur, qarşı-qarşıya olur və topa olur. Düzülüş formaları belədir. Və buna görə də deməli ki, 2 olduqda qarşı-qarşıyadır. 2-dən çoxdursa əgər topa sayılır, yəni D variantı. Bunu mürəkkəb yarpaqla qarışdırmaq olmaz. Bəzən qarışdırıla bilər ki, bəlkə mürəkkəb yarpaqda 3-ər də var idi, amma o bir yarpaqdır və yarpaq düzülüşü deyil. Bir yarpağın tərkibidir. Saplaq üzərində neçə aya olduğunu bildirir mürəkkəb yarpaq. 14-cü sual. Vegetativ tumurcuqda bitkinin hansı hissələrinin başlanğıcı ola bilər? Vegetativ tumurcuq adından da göründüyü kimi vegetativ. B variantında erkəkcik var getdi. D-də dişicik var getdi. İlk gördüklərimi deyirəm. Y-də toxum, çiçək. C-də toxum, meyvə. Qaldı A variantı. 15-ci sual. Bitkinin yarpaq sahəsi kiçilərsə, aşağıdakılardan hansı baş verə bilər? Qaz mübadiləsi güclənər. Bu, yarpaq sahəsi kiçilərsə, yarpağın üzərindəki ağızcıqların sayı da azalmış olacaq. Beləliklə, qaz mübadiləsi də azalmış olacaq. Ona görə A səhvdir. B-də tənəffüs güclənər deyir. Tənəffüs də qaz mübadiləsi ilə zəifləyər. C-də suyun buxarlanması güclənər. Suyun buxarlanması yarpaq sahəsi böyüdükdə orada ağızcıqlar suyu buxarlandırır və yəni tərsinədir. Suyun buxarlanması zəifləyər. Çünki ağızcıqlar vasitəsilə olur. Dedik ki, ağızcıqların sayı da azalmış olur. D-də bitki daha çox üzvü maddə toplayar. Üzvü maddə yarpaqlar vasitəsilə toplandığı üçün daha az üzvü maddə toplanar. Suyun buxarlanması zəifləyər. Bəli, bu düzdür. Məsələn, kaktusda yarpağın sahəsi kiçilmişdi, tikana çevrilmişdi və onun səbəbi də oydu ki, suyun buxarlanmasının qarşısını alsın, yəni Y variantı. 16-cı sual. Bitkidə yarpaq sahəsinin böyüməsi ilə nə olur deyir. Bitkidə yarpaq sahəsi böyüdükdə əvvəlcə onu düşünək ki, ağızcıqların sayı artacaq. Ağızcıqlar artırsa transpirasiya güclənər. A səhvdir. Tənəffüs prosesi pozular. Bu da səhvdir. Niyə pozulsun? Transpirasiya güclənər. Transpirasiya bəli, su buxarlanması yarpaq sahəsinin böyüməsi ilə güclənir. Ona görə də C variantı düzdür. İndi bir dənə digər variantlara da baxaq. D-də üzvü maddələrin yaranması prosesi zəifləyər yazılıb. Xeyr, əksinə yarpaq sahəsi artdıqca oradakı xloroplastların sayı artdığı üçün, xlorofilin sayı artdığı üçün güclənər. Kök təzyiqi aşağı düşər. Kök təzyiqi deyir burada. Kök təzyiqi nə vasitəsilə olurdu? Sorulması, yerdən suyun sorulması. Əgər indi yarpaq sahəsi böyüyübsə,
daha çox su buxarlanacağı üçün daha çox su sorulması lazımdır. Yəni ona görə əksinə kök təzyiqi artar ki, daha çox su sorulur, təzyiq də orada artmış olacaq. 17-ci sual. Palıd, toz ağacı, günəbaxan, ağ akasiya və noxud bitkilərinin neçəsinin zoğunda yarpaq ayaları ilə yarpaqların sayı bərabərdir? Deməli, bizə lazımdır sadə yarpaqlar. Nə vaxt yarpaq ayası ilə yarpağın sayı bərabər olur? Sadə yarpaqlarda. Burada da palıd, toz ağacı sadədir. Ağ akasiya bilirik ki, təklə rəhvaridir. Sonra isə burada günəbaxan və noxud var. Günəbaxanda, noxudda cüt lələk var idi. Günəbaxanda isə tək yarpaq idi. Özü də ki, saplaqsız yarpaq idi. Yəni 3 cavab olur Y variantı. 18-də palıd, atşabaldı, qoz, günəbaxan və lobya bitkilərinin neçəsinin zoğunda yarpaq ayaları ilə yarpaqların sayı fərqlidir. Bundan əvvəlki sualın tərsi. Yəni mürəkkəb yarpaqları seçməliyik. Burada palıd təkdir, seçmirik. At şabalıdır, barmaq var idi, bəli olar. At şabalıdır, bir götürürük. Sonra qoz. Qoz sadə yarpaqdır, günəbaxan sadədir, lobya isə cütlələk var idi. Ay, üzr istəyirəm, noxudla qarışdırdım. Noxud cütlələk var idi, lobya isə yenə mürəkkəb yarpaqdır, amma içərdir. Yəni burada oldu cavab hansılar? Ağ akasiya, bir dəqiqə, 18-ci suala. Lobya, altından xətt çəkim, lobya, atşabaldı və digərləri təkdir. Ona görə də cavab oldu 2. Yaşlı palıd ağacının gövdəsində olmur. Yaşlı palıd ağacının gövdəsində nə olmaz? Dəricik olmaz. Qalan hamısı kambi olur. Mantar, odunlaşmış gövdədə yaşlı ağacda bilirik ki, mantar olur dəricik yerinə. Dəricik mantarla əvəzlənir. Mərcimək də mantarın üzərində olduğu üçün olur. Oduncaq boruları da fərqi yoxdur ki, yaşlıdır yoxsa cavandır. Bütün gövdədə olur. 20-ci sual. Yarpağın qapayıcı hüceyrəsində baş vermir. Yarpağın qapayıcı hüceyrəsində bilirik ki, xloroplast olur və fotosintez baş verir. Ondan sonra normal bir hüceyrə olduğu üçün orada ateosintez də baş verəcək, çünki mitoxondrisi var. Sonra tənəffüs baş verəcək, fotoliz baş verəcək. Gəldik meyoza. Meyoz prosesi bilirik ki, cinsi hüceyrələrdə baş verir və qapayıcı hüceyrədə də meyoz olmur. Sonra yarpaqları saplaqsız bitki. Kətan bilirik ki, saplaqsızdır. Ona görə də elə A variantıdır cavab. Palıd, fındıq, ağcaqayın, alma hamısında elə özümüz də həyatda da görmüşük ki, saplaqlı olurlar. Gövdənin qabıq qatında aşağıdakı toxumalardan hansı heç bir vaxt olmur? Birləşdirici toxuma. Deməli, qabıq qatındır. Qabıq qatında da hansılar var idi? Qabığın özü var idi və floema var idi. Floemadan bildik ki, artıq burada floema boruları olacaq. Yəni ki, ötürücü olur. Ona görə A variantı getdi. Sonra örtük toxuması əlbəttə ki, olacaq. Bu da ilk baxışdan gedir elə. Qaldı bizdə heç vaxt olmur deyil, heç bir vaxt olmur. Fotosintez edici əgər gövdə cavandırsa olacaq, ona görə yeni də çıxaq. Qaldı B və C. Birləşdirici toxuma və mexaniki toxuma. Burada da əlbəttə ki, birləşdirici toxumanı çıxırıq, cavab qalır C. Niyə çıxırıq? Çünki birləşdirici toxuma heyvanlarda olur. Bitki toxumaları hansılar idi? Törədici, örtücü, ötürücü, əsas, mexaniki və ifrazat toxuma. Burada cavabı işarələmədim, üstünə xətt çəkdim səhvim. Birləşdirici. 23-cü sual. Çiyələyin gövdəsi dik durandır, sürünəndir, sarmaşandır, dırmaşandır, liyandır. Çiyələyin gövdəsi sürünən gövdə idi, C variantı.
Burada görürük ki, gövdənin vəziyyəti gəldi, qarşımıza çıxdı. Gövdənin vəziyyəti necə idi bitkilərdə? Sürünən gövdəlilər məsələn hansılar idi? Çiyələk, xiyar, qarpız, yemiş, üçyarpaq, yonca. Sonra sarmaşan gövdəlilər, lobya, çöl sarmaşığı. Daş sarmaşığı isə dırmaşan idi. Noxud dırmaşan idi. Üzüm dırmaşandı. Qalan bildiklərimizin çoxu dikdurandı və bir də sərilən qaldı. Sərilən də çəmən çayı və qaytarma aid idi. 24-cü sual. Kəsilmiş ağacın zəif görünən illik artım halqaları hər tərəfdən eyni qalınlıqdadır. Bu ağacın harda böyüməsi ən çox ehtimal olunur. Burada deyir ki, illik halqalar zəif görünür. Zəif görünürsə, deməli bilirik axı fəsil dəyişikliyində əgər yaz yaydısa açıq rəngli olur. Qışdırsa, qış deyirəm, payızdısa tünd rəngli olur. Və deməli ki, burada fəsillər o qədər də bir-birindən seçilmir. Və hər tərəfdən də eyni qalınlıqdadır. Deməli ki, bunun fəsillərin çox da fərqlənmədiyi bir yer olmalıdır. O da ekvatorial qurşaq olar. D variantı. Sonra 25-ci sual. Hansı yarpaqlar işıq şüalarını tutmaq üçün daha yaxşı uyğunlaşmışdılar? Torvari damarlananlar, paralel damarlananlar, damarlanmanın işıq tutmaya heç bir dəxlisi yoxdur. Ondan sonra daha çox su buxarlandıranlar. Daha çox su buxarlandırma işıq şüalarını tutmaqla əlaqəsi yoxdur. Çünki sadəcə bu nə ilə bağlıdır? Yarpağın sahəsi ilə bağlıdır. Saplağı olmayanlar. Saplağı olmayan daha da işıq şüalarını zəif tutacaq. Çünki bu birləşdiyi üçün gövdəyə artıq o hissə yaxşı günəş şüasını tuta bilmir. Amma saplaq nə üçündür? Saplaq odur ki, onu qarşıya çıxarır, önə çıxarır və bu sayədə günəş şüalarını bütöv yarpaq daha asan tuta bilir. Saplaq hissə isə onsuz nazik olduğu üçün onda bir problem yaranmır. Yəni ki, beləliklə işıq şüaları daha yaxşı tutulur. 26-cı sual. Yarpaqları qarşı-qarşıya düzülmüş bitkinin iki qonşu buğumunda neçə qoltuq tumurcuğu müşahidə etmək olar? Burada qoltuq tumurcuğu deyiriksə, qoltuq tumurcuğu hər yarpaqla buğum deyəndə yəni ki, elə gövdən deyə bilərəm də, gövdənin zoğun arasında olurdu. İndi əgər bu qarşı-qarşıyadırsa, onda quruluş bu şəkildə olur. Belə. Burada da hər iki tərəfdə olacaq bir buğum. Beləliklə, əgər 2 ədəd buğumdursa, yəni bir bu buğum, bir də bu buğum. Neçədən olur cəmi? Burada 1, 2, burada isə 3, 4. Cəmi 4 dənə oldu, yəni A variantı. Sonra 27-ci sual. İsti günlərdə bitkilərin yaxınlığında sərinlik hiss edilməsinin əsas səbəbi nədir? Suyu buxarlandırmasıdır bu. Elə baxan kimi bunu tapmaq olur. Qalan şeylərin heç birisinin əlaqəsi yoxdur. Transpirasiya. İstilik udulması isə təsir göstərməyən bir şeydir. Ümumiyyətlə, istilik udulması gərək o bizim üstümüzdə olsun ki, desəydi ki, altında olanda sərinlik hiss etmə, olardı bu istilik udulması. Amma altında olanda demir ki, yaxınlığında deyir. Yaxınlığındadırsa, bu yalnız transpirasiya ilə əlaqəlidir. 28-ci sual. 30 illik cökə ağacı oduncağın ən kəsiyində 29 yaşa uyğun olan illik halqa yerləşir. İllik halqalar bilirik ki, kambi qatında yaranır. Və yarandıqca eninə doğru böyüyür. Yəni, burada məsələn yaranmağa başladı. Gələn dəfə ki, burada olur. Gələn dəfə ki, burada olur, belə.
Bunu da hardan bilə bilərik? Bunun üçün gəlin burada gövdənin enine quruluşunun şəklini çəkək. Necə olur? Ən xaricdə yerləşir qabıq qatı. Qabıq qatı nədən ibarətdir? Mantar və flayemadan. Ondan sonra ikinci qat olur. Burada da flayema belə işarəli. Burada ikinci qat olur kambi. Flayemadan sonra gəlir kambi. Kambidən sonra oduncaq gəlir. Sonra isə özək gəlir. Yəni məntiqlə də düşünsək ki, ağacın daxili quruluşunu gözümüzün qabağına gətiririk belə suallar olanda və düşünürük ki, kambi oduncağın hansı hissəsindədir? Çöl tərəfindədir. Gördüyünüz kimi bura çöl tərəfidir oduncağın. Yəni ki, o yeni hüceyrələr hazırladıkça kambi oduncaqdan uzaqlaşacaq və təzədən yeni hüceyrələr hazırlayacaq. Ona görə də 1, 2, 3 bu şəkildə sırayla gedir də oduncaq hüceyrələri. Yəni ki, deyir ki, oduncağın ən kəsiyində 29 yaşa uyğun olan illik halqa yerləşir. Əgər bunun 30 yaşı varsa, deməli 30 dənə də illik halqası olacaq. 30 dənədən ən axırıncı kambinin altındakı qatdır. Kambinin altındakı, baxın burada kambi, bu şəkildə kambinin altındakı birinci qat olacaq 30-cu, ikinci qat isə olacaq 29-cu. Ona görə də kambidən altda ikinci qat deyə bilərik. Elə bir cavab yoxdur. Özəkdən saysaq isə, özəkdən neçənci olacaq? 29-cu olacaq. Bu tərəfdən başlasaq saymağa, bura doğru 29-cu gəlib bura çatacaq. Ona görə də cavab Y. Bunu əzbər də yadda saxlamaq olar, lakin ola bilir ki, həyəcan anında, məsələn, imtahandır. Onda əzbər şeylər yaddan çıxır. Amma məntiqimiz etmir ki, məntiq həmişə bizlə olur. Ona görə də kimə necə rahatdır. Kim həyəcanlananda məntiqi işə düşmürsə əzbərləyə bilər. Kim həyəcanlananda bildiklərini itirir, məntiqi qalırsa, onda əzbərləmədən edə bilər. 29-cu sual. Hansı bitkinin yarpaq şəkil dəyişməsi yoxdur? Birincisi kaktusdur. Kaktusda yarpaqlar tikana çevrilmişdir. İkinci şəkil noxuda bənzəyir və noxud lərgədə bilirik ki, yarpaq bığcığa çevrilmişdir. Üçüncü şəkil yenə noxud lərgəyə bənzəyir. Tam əmin olmadım nədir. Və onda da yarpağın şəkil dəyişməsi var. Əgər noxud lərgədirsə. Deməli 2-3-dən biri fərqlidir. Yaxud da ikisi də ola bilər ki, həqiqətən noxud lərgədir. Digərlərinə baxıb bilə bilərik. Sonra kartof var. Kartofda bilirik ki, gövdənin şəkil dəyişməsidir. Gövdə yumrusudur. Və birinci də oldu yarpağın şəkil dəyişməsi. Hansında yoxdur? 1/4-cüdə yoxdur. Bir də 2 və 3-dən birində yoxdur. Bunu da şəkillə baxıb anlamağa çalışaq. Şəklə baxanda da hər ikisinin uclarında görürük bığcıqları. Ona görə də bu təxminən yarpaqdır. Məsələn, görürük ki, necə deyə bilərəm bunu? Bu şəkildə buralardan bığcıqlar çıxır, yarpaq çıxan yerlərdən. Yəni ki, ona görə bu yarpağın şəkil dəyişməsi yəqin ki, cavab yalnız B variantı və yalnız 4. 30-cu sual. Örtülü toxumlu bitkilərin yarpaq ayasının hansı hissələrinin hüceyrələri xloroplastlara malikdir? Örtülü toxumlu bitkilərdə yarpaq ayasına baxsaq, hissələrinin hansı hissələrinin hüceyrələri xloroplastdan malikdir? Çılpaq toxumlularda çoxunda iynə şəkilli olduğu üçün bəlkə də bu sual bu şəkildə verib. Baxaq burada variantlara. Süngər parenximası. Bilirik ki, ümumiyyətlə süngərdə də, sütunvari toxumada da hər ikisində xloroplastlar olur. Ələyə bənzər borular və borucuqlar. Burada xloroplast olmur.
Ötürücü toxumada xloroplast olmur. Liflərdə dəricik, borucuqlar. Yenə borucuqlarda olmur. Liflərdə də mexaniki toxumada olmur. Sütunvari parenxim, ələyə bənzər borular, liflər. Ələyə bənzər və liflərdə olmur. Dəricik, süngər, sütunvari parenxima. Bəli, bu üçündə olacaq. Cavab D variantı. Çünki dəricik üzərində ağızcıqlar olur və ağızcıq üzərində də xloroplastlar olur. Ona görə də D variantı olacaq. Məsələn, Y-də yalnız süngər və sütunvari verib, amma dəriciyi də adi edə bildiyimiz üçün D variantıdır. 31-dən örtülü toxumlu bitkilərin yarpaq ayasının hansı hissələrində fotosintez gedə bilər? Deməli, yenə bayaqki sualın eynisidir. Bizdən xloroplast soruşur. Süngər parenxim olacaq. Ələyə bənzərdə olmayacaq. A variantı getdi. Liflər, dəricik, borucuq. Borucuğa görə, liflərə görə getdi. Sütunvari parenxim, ələyə bənzər borular və liflər. Liflərə görə yenə C variantı getdi. D-də dəricik, süngər və sütunvari parenxim, bəli, D variantıdır. Y-də isə bayaqki sualın eynisi kimidir. 32-ci sual. Açılmamış tumurcuqlara görə nəyi müəyyən etmək olmaz? Açılmamış tumurcuqlara baxdıqda bunun generativ və vegetativ olduğunu təyin etmək olur. Buna əsasən baxaq variantlara. Təpə yaxud qoltuq tumurcuğu olmasını, bunu bilmək olur. Yerləşməsinə görə bilmək olur. Generativ yaxud vegetativ olduğunu bilmək olur. Zoq üzərindəki düzülüş qaydasını bilmək olur. Çiçəklərin tək yaxud qrup şəklində olacağını bilmək olmur. Pulcuqların sayını isə saydıqda görə bilirik. Yəni, cavab oldu D variantı. 33. Bitkilərdə yerləşməsinə görə qoltuq, əlavə və təpə tumurcuqları ayırt edilir. Yalnız bir növ tumurcuq ola bilər. Harda? Zoğda bilirik ki, qoltuqda olacaq, təpədə olacaq. Kökdə, hətta əlavə də ola bilər. Kökdə əlavə ola bilər. Yalnız B variantı. Soğanaqda yarpaqdır, soğanaq. Və yarpaq üzərində soğanaqdır, yarpaqdır, bəli. Yarpaq üzərində də əlavə tumurcuqlar ola bilər. Amma soğanağın yuxarı hissəsində gövdədə olduğu üçün orada artıq qoltuq tumurcuq da ola bilər. Kökümsovda da eynən kökümsov gövdədə də olduğu üçün burada yuxarıda gövdə hissəsi. Ona görə yəni artıq gövdə olduğu üçün bunda təpədə ola bilər, qoltuqda ola bilər və s. Yaxudca belə desək, yəni ki, bizə lazımdır ki, gövdə olmayan bir cavab. Gövdə olmayan bir cavab da B variantıdır. Ona görə B-ni götürürük. 34-cü sual. Təcrübə üçün eyni sayda yarpaqları olan 3 ətirşah bitkisi götürülmüşdür. Birinci bitkilərdə yarpaqların hər iki tərəfi bitki yağı ilə yağlanmışdır. İkinci bitkinin yarpaqlarının yalnız üst səthi, üçüncü bitkidə isə yalnız alt səthi yağlanmışdır. Hansı bitkinin yaşama imkanı daha çoxdur? Ağızcıqlar harda yerləşir? Ətirşahda. Yarpağın altında. Ona görə də yarpağın yalnız üstü yağlanıbsa, o yaşaya bilər. Yəni, olacaq hansı baxın. İkinci yarpaq bitkinin yarpaqlarının yalnız 3 səthi. Hə, deməli ikinci yaşaya bilər, yəni C variantı. İşarəliyim. 35-ci sual. Təcrübə üçün eyni sayda yarpaqları olan 3 suzanbağı bitkisi götürülmüşdür. Suzanbağı və Viktoriyada bilirik ki, ağaclıqlar yerləşir yarpağın üst hissəsində, çünki onlar suda yaşayırlar. Yəni ona görə də bu bayaqki sualın əksinə olacaq ki, alt tərəfi yağlanan yaşaya bilər. Alt tərəf yağlanan hansıdır baxaq? Üçüncü bitki. Yəni üçüncü bitkinin yaşama imkanı daha çoxdur. D variantı. Sonra 36-cı sual.
Göstərilən orqanlardan hansı gövdədir? Üzüm bitkisini də ayağa bərkidən orqan. Bəli, üzümün bığcıqları gövdədir. Üzüm ümumiyyətlə həm öz gövdəsi ilə, həm də ki, bığcığa çevrilmiş gövdəsi ilə də ayağa bərkişə bilir. Kaktusda müdafiə funksiyasını yerinə yetirən orqan yarpaqlardır bu. Almanın meyvəsi inkişaf edən orqan bu çiçəyidir. Noxudu da ayağa bərkidən orqan. Noxudu da ayağa bərkidən orqan. Noxud və lərgədə yarpaqdır, bığcıq. Georginin ehtiyat qida toplayan orqanı. Bilirik ki, Georgində, yəni soğancülündə və qaymaq otunda kök yumrusudur. Yəni kökdür. Ona görə də bu variantda deyil.